Dostlar, başta Netanyahu olmaqla onun özü ağlında olan sapıq, qatil, terörist zehniyyətindən o tərəfə gedə bilməyən dırnaq arası nazirləri Türkiyəyə yaman çox havlamağa başlayıb. Fərqindəsinizsə son günlər bu havlama səsi çox dəhşətli dərəcədə sosial mediada və mediada yüksəlməyə başlayıb. Baxıram, içimizdə biriləri bundan çox mutlu olublar, durmadan paylaşırlar. Belə güya tərəfsiz qalmağa çalışırlar, amma qarşı tərəfin havlamaq səsini duyurmağa çalışırlar. Sözüm onlara, qurd bir köyə yaxınlaşanda o köyün bütün qancıq köpəkləri eyni ağızdan havlamağa başlayır. Boşuna bu qancıq səsi duyurmağa çalışmayın. Onların havlaması qorxusundandır. Köpəyə deyirlər ki, niyə hürürsən? Deyir, qorxutmağa çalışıram. Deyir, bəs quyruğun niyə tərpənir? Deyir, çünki özüm qorxuram. Türkiyənin kolay loxum olmadığını yaxşı bilirlər. 250 illik Amerikaya güvənməklə nə qədər yanlış yaptıqlarını bilirlər. Qarşılarında 5000 illik bir devlət və bir devlət ağlı, bir devlət ruhu var. İranda başlarına gələni gördülər və bütün hava savunma sistemindən hələ bilmədiyiniz xeyli sayda silahlara qədər əlində olan və əmin olun ki, deposunda ən az 3-4 il dünya ilə savaşa biləcək bir Türkiyə ilə qarşılaşanda başlarına nələr gələcəyini bilirlər. Gəlib Suriyanı işğal edib Türkiyə ilə qonşu olacağın xəyalını quran İsrail bugün Suriya ilə, Türklər Suriyada İsrail ilə qonşudur. Bunu bilir və onu da yaxşı bilir ki, Türkiyənin hədəfi qızıl elmadır. İsrail isə onun üçün sonraki, öncəki deyil. İsrail isə onun üçün dünyadan bir pisliyin təmizlənməsi deməkdir. Dədələrimiz də belə idi. O yüzden öncə dünyadakı pislikləri təmizləyib arxasını gətirirdi. Və ağlı başında olan Yahudi xalqı da bunu bilir. Maalesef və maalesef Netanyahu qatilindən para alıb havlayan medyamızda və sosial medyamızdakı qancıq köpəklər bunu anlamır. Anlayın, o yaşlı köpəkləriniz boşuna havlamır. Qurd köyə yaxlaşdı.